Təsəvvür et ki, yəni bədənindəki o dəyişməz 36 dərəcə istilik var, o sadəcə olaraq təsadüfi bir bioloji təkamül deyil. Aha. Elə bu an saniyəsi saniyəsinə aldığın o nəfəslərin tezliyi də belə deyək, bioloji bir şans deyil. Təsəvvür et ki, bu rəqəmlər əslində kainatın forması ilə bağlıdır. Yəni birbaşa ulduzların hərəkət trayektoriyası ilə. Ay, sağ ol. Biz həmişə qızıl orta deyəndə ağlımıza ancaq o gəlir ki, heç nə etməyəcək, göydən belə sərvət, rifah və rahatlıq yağış kimi yağacaq. Belə çox passiv bir xəyal dünyası canlanır gözümüzdə. Düzdür. Amma bugün əlimizdəki materiallar, xüsusən də Vahid Rızayevin təqdim etdiyi o dərin qeydlər bu illüziyanı tamamilə darmadağın edir. Bugünkü dərin təhlilimizdə biz qızıl ortanın əslində nə olduğunu axtaracağıq. Və indidən qeyd edək ki, bu heç də göydən tökülən varidat deyil. Qətiyyən, bu astronomiyadan tutmuş hüceyrələrimizə qədər çox dəqiq bir riyaziyyatdır. Bizi dinləyənlər üçün bunu mütləq tam aydınlaşdırmalıyıq. Və çox ehtiyacımız olan bir riyaziyyatdır bu. Çünki o uydurduğumuz passiv lüks vəziyyəti əslində insan təbiətini passivləşdirən, onu reallıqdan qoparan bir düşüncədir. Tamamilə razıyam. Təqdim olunan qeydlərin ən böyük xidməti bizi, necə deyərlər, bu aldadıcı komfort zonasından qəfildən çıxarmasıdır. Əgər qızıl orta sema loteriyası deyilsə, bəs nədir? Məncə bunu anlamaq üçün ilk növbədə məsələnin fəlsəfi, yəni ruhani təməlinə baxmalıyıq. Bəli, çünki mənbədə birbaşa kosmik həndəsəyə keçməmişdən əvvəl məsələnin təməlini iki aləm üzərində qurur. Bu aləm və o aləm. Aha, bax o iki aləm məsələsi çox kritikdir. Və çox maraqlı bir tərif verir. Qızıl orta bu iki aləmi bir-birinə bağlayan bir sevdadır. Biz bu maddi aləmə, yəni yer üzünə məhəbbətlə yanaşırıq, yaşayırıq, amma eyni zamanda ruhani olanın sevdasındayıq. Şeir kimi səslənir, yəni. Hə, ilk baxışda çox poetik səslənir, amma qeydləri dərindən oxuduqca görürsən ki, bunun çox sərt və belə praqmatik bir əməli tərəfi var. Yəni bu sadəcə buludların üzərində gəzmək deyil də. Yox, əlbəttə. Bu bizim maddiyyatla olan münasibətimizi hər gün necə tənzimlədiyimizlə bağlıdır. Bu sevda anlayışı əslində bizim psixoloji və maddi tarazlığımızın açarıdır. Aydındır. Bəs konkret olaraq maddiyyat məsələsində bu necə işləyir? Materialda xüsusi olaraq vurgulanır ki, qızıl orta varlanmaq, mal-mülk əldə etmək prosesində hərislikdən uzaq durmaqdır. İnsan həmişə belə ifrata varmağa meyillidir axı. Hə, ya tam acgöz olur, ya da hər şeyi atır gedir dağa. Ay sağ ol. Ya maddiyatı tamamilə rədd edib zahid kimi yaşamağa çalışır, ya da acgözlüklə hər şeyi yığmağa başlayır. Hərislikdən hərisliyə yuvarlanmamaq, o məsuliyyətli balansı qorumaq elə əsl qızıl orta adlanır. Bilirsən, bunu oxuyanda ağlıma çox vizual bir şey gəldi. Əgər bu balansı vizuallaşdırmaq istəsək, düşün ki, fırtınalı bir okeanda böyük bir gəmidəsən. Aha. Gəmini o dalğaların arasında aşıb daşmaqdan qoruyan nədir? Onun lövbəridir. Amma burada çox maraqlı bir detal var da. Sən o lövbəri qızıldan da tökə bilərsən, gümüşdən də, ən adi paslı dəmirdən də. Okean üçün onun fərqi yoxdur. Təbii ki, yoxdur. Gəmi üçün, təbiət üçün o materialın heç bir əhəmiyyəti yoxdur. Çox dəqiq bənzətmədim. Lövbərin materialı onun fəaliyyətini dəyişmir. Önəmli olan odur ki, lövbər gəmini həm tufanda, həm də sakitlikdə tənzimləyə bilsin. Aha. Maddi dəyər, yəni bizim cəmiyyətin o qızıl lövbərə verəcəyi qiymət, təbiət qanunları qarşısında tamamilə mənasızdır. Bax, elə burada mənim üçün çox böyük bir paradoks yaranır. Əgər biz deyiriksə ki, maddiyyatın fərqi yoxdur, əgər bu anlayış fəlsəfi bir balansdırsa, bəs niyə biz 100 illərdir bu balansa qızıl orta deyirik? Haqlı sualdır. Yəni, niyə məhz bir metalın adını veririk? Axı qızıl tarix boyu ehtirasın, tamahın, bilirsən də ən ali simvolu olub. Bu ziddiyyət qəribə deyil. Əslində, ən böyük yanlış anlama da elə bu ziddiyyətdə gizlənib. Çünki biz səbəb və nəticənin yerini tamamilə səhv salmışıq. Necə yəni? Vahid Rızayevin qeydlərindəki analiz bizi qədim Azərbaycan ərazisindəki astronomiya və işıq elminə qaytarır. Orada aydın olur ki, ulu babalarımız üçün qızıl sözü ümumiyyətlə metalı ifadə etmirdi. Yox bir, bəs nəyi ifadə edirdi? O sözün kökündə, yəni qədim fəlsəfədə yeraltı mədən yox, səmada parlayan işıq, istilik və ən əsası günəş dayanırdı. Yəni, metaldan öncə günəşin xüsusi adı qızıl idi. Bəli, bəli.
Təsəvvür et, insanlar miniliklər boyu gökyüzünü müşahidə ediblər və nə görüblər? Hər şey dəyişir, fəsillər dəyişir, ayın forması dəyişir. Amma günəş dəyişmir. Ay sağ ol. Günəşin o parlaq, həyat verən rəngi heç vaxt dəyişmir. Qızıl sözü məhz o dəyişməzliyə, mütləq işığa aid edilirdi. Dildəki o qədim ifadələr var ha, qızılı günəş, qızıl kimi düz, dəyişməz olan. Aha, yəni bunlar oradan gəlir. Bəli. Bunlar bilavasitə səmavi bir sabitliyi təmsil edirdi. Və yalnız çox-çox sonradan bəşəriyyət metalları kəşf edib emal etməyə başlayanda torpağın altından sarı rəngli bir metal tapırlar. O, paslanmayan məşhur sarı metalı? Düzdür. Görürlər ki, bu metal nə paslanmır, nə qaralır, nə də parıltısını yitirir. Bax onda həmin metalı səmada gördükləri o dəyişməz günəşə bənzədirlər. Nəticədə metala, yəni günəşin xüsusiyyətini daşıyan mənasına gələn qızıl adını verirlər. Dəhşətdir. Bu həqiqətən də dünya görüşünü tamamilə dəyişən bir fakt axı. Hə, sözün əsl mənasında paradigmanı dəyişir. Deməli, metal işıqdan və günəşdən öz adını alıb. Biz isə bugün tamam tərsinə düşünürük. Elə bilirik ki, vaxtilə kimsə günəşə baxıb, bu lap qolumdakı qızıl bilərziyə oxşuyur deyib. Təəssüf ki, elədir. Əslində isə qızıl orta bahalı, sarı bir metalla ölçülən maddi bir mərkəz deyilmiş. Bu, günəş kimi dəyişməz, daimi və mütləq bir qanuna uyğunluqdur. Yəni kainatın nizamıdır. Və bu nizam sadəcə belə romantik fəlsəfi bir metafora kimi də qalmır ha. Təqdim olunan materialın ən heyrətamiz tərəfi bilirsən nədir? Onun bu fəlsəfəni həndəsə ilə sübut etməsidir. Bax, orası maraqlıdır. Sənin qeyd etdiyin o dəyişməz qanuna uyğunluq, qədim babalarımızın kəşf etdiyi kainatın forması ilə sıx bağlıdır. Onlar artıq o vaxt bilirdilər ki, kainat sferik, yəni tam yuvarlaq deyil. Bəs nə formadadır? O, oval, daha dəqiq elmi dildə desək, elips formasındadır. Aha. Gəl bu elips məsələsini dinləyici üçün biraz açaq. Çünki bu sadəcə vizual bir bənzətmə deyil. Burada çox sərt və dəqiq bir riyaziyyat dövrəyə girir. Mütləq açaq. Gözünüzün önündə bir oval canlandırın və onu tam mərkəzdən şaquli və üfüqi xətlərlə 4 bərabər hissəyə bölün. Yəni üstəgəl işarəsi kimi kəsirik? Bəli. Həndəsədən bilirik ki, tam bir dövrə 360 dərəcədir. 4 bərabər hissəyə böldükdə hər bir kəsişmə bizə 90 dərəcəlik 4 ədəd bucaq verir. 90 dərəcəlik 4 dilim, aydındır. Materialdakı o məşhur 9 hesabatı məhz bu 4 ədəd 90 dərəcəlik sistemin fundamental kök rəqəmindən, yəni 9-dan yaranır. Yəni 90 dərəcənin 9-undan. Ay sağ ol. Siz o kök rəqəmi, o 9-u sistemin 4 bərabər hissəsinə vurduqda, yəni 9 vur 4, ortaya 36 rəqəmi çıxır. Aha. Və ya bunu digər cür topladıqda, 9 üstə gəl 9 edir 18, digər tərəf də 18. Cəmi yenə mütləq şəkildə 36-ya gəlib çıxır. Bucaqların bütöv cəmi isə təbii olaraq o 360 dərəcəlik tamlığı yaradır. Vay canına! Bax, qeydlərdə oxuduğum və məni ən çox düşünməyə vadar edən məqam burasıdır. Çünki bu 36 rəqəmi, belə deyək, sadəcə taxta lövhədə yazılmış quru bir cəbir tənliyi deyil axı. Qətiyyən. Çünki biz bu rəqəmi göydən, o makrokozmosdan alıb birbaşa mikrokozmosa, yəni öz daxilimizə tətbiq edə bilirik. İnsanın anatomik və bioloji quruluşu məhz bu elipsoid ardıcıllığına tabedir. Necə olduğunu izah edərsən? Çox sadə. Tam sağlam bir insanın bədən hərarəti normal halda neçə dərəcədir? 36. Tam olaraq 36 dərəcə. Dinləyici bir anlıq bunu həzm etməyə çalış. Sənin bədənindəki o 36 dərəcəlik istilik heç də təsadüfi olaraq təkamül etmiş bir rəqəm deyil. Bu, yaşadığın kainatın həndəsi ovalının 4-ə bölünməsindən alınan o 9 hesabatının birbaşa nəticəsidir. Sanki bədənimizin temperaturu kainatın o fiziki formasının riyazi güzgüsüdür. Dəqiq elədir. Və tarix boyu müdriklər bunu bilirdilər. Çox maraqlıdır ki, mənbədə bu həndəsə həqiqətin tarixi simvollarına da xüsusi toxunulur. O hansı simvollardır ki? Bax, o oval forma tarixdə tez-tez yumurta və ya qovun şəklində təsvir olunub. Məsələn, çox qədim ikonalarda, xristianlıqdan da əvvəlki köklərə dayanan bəzi təsvirlərdə İşvanın, yəni İsa'nın bir əlində yumurta tutduğu rəsmlər var. Maraqlıdır. Biz indi baxıb deyirik ki,
Yəqin burada sadəcə dirilmə və ya həyatın başlanğıcı kimi dini bir simvolika var. Amma sən demə, bu əslində bir astrofizika dərsi imiş. Eşyanın əlindəki o yumurta əslində kainatın o ellips formasının, dəyişməz qızıl orta qanununun vizual təqdimatıdır. Aha, insanlara yəni bir növ mesaj verir. Bəli, yəni mən sizə işıq elmini, kainatın həndəsəsini gətirirəm deyirmiş. Tamamilə doğrudur. Amma bu həndəsə də sadəcə bir səthdən ibarət deyil axı. Biz o 36 rəqəmini ovalın yalnız bir üzünün 4-ə bölünməsindən aldıq. Düzdür, biz hələ 2D, yəni yastı bir formada baxdıq. Ay sağ ol, lakin kainat həcmlidir, o bir vərək kimi yastı deyil. Əgər biz sistemi tam həcmi ilə, yəni ovalın hər iki üzü ilə qəbul etsək, riyaziyyat artıq daha dərin qatlara keçir. O hissə biraz qəliz idi mənbədə, necə hesablama aparılırdı orada? Çox məntiqlidir əslində. Ovalın bir üzündəki o iki yarımkürə bizə 36 və 36 verir. Cəmi 72. Əgər bütöv iki üzün birgə hesabatını aparsaq, o zaman 72 üstəgəl 72 bərabərdir 144 rəqəmini alırıq. 144, aha. Və ən maraqlısı budur ki, bu 144 hesabatı yenidən, necə deyərlər, mütləq şəkildə bayaq danışdığımız o ilkin təməl 9 hesabatından keçirilməlidir. Bəs bu 144-ün doğada, yəni təbiətdə təcəssümü necə görünür? Çünki rəqəmlər havada qalanda dərk etmək çətin olur. Gəl elə qeydlərdəki mükəmməl nümunəni götürək. Adi günə baxan bitkisi. O üzünü daima günəşə, yəni bayaq dediyimiz o mütləq qızılı dəyişməzliyə tərəf çevirir. Bəli, günə baxanın təbiəti budur. Təsadüfi deyil ki, bir günə baxan tacının daxilindəki o toxumların spiralları var ha, onlar bir-biri ilə kəsişəndə düz 144 kəsişmə nöqtəsi yaradır. Həqiqətən, təbiətin möcüzəsi də elə bil. Hələ bu harasıdır? Sən bu kosmik həcmin rəqəmi olan 144-ü o fundamental 9-a böldüyün an ortaya kainatla insan arasındakı ən sırlı bağlardan biri, yəni 16 rəqəmi çıxır. 16. Bax, bu o rəqəmdir ki, mən mənbəni oxuyanda məni sanki oturduğum yerdə mismarladı. Çox təsirli məqamdır. Biz bayaq səmada, işıq nöqtələrində, kosmik ovallarda gəzdik. Amma bu 16 gəlib düz bizim ciyərlərimizə, gözlərimizə yerləşir. Gəl dinləyici ilə bu hesabatı bərabər aparaq. Buyur. Sən, mən, bizi dinləyən hər kəs. Kainatın o oval riyaziyyatından süzülüb gələn o 16 rəqəmi, baxın bədənimizdə necə görünür? Birinci dişlərdən başlayaq. Aha. Normal bir insanın ağzındakı hər çənədə dişlərin sayı tam olaraq 16-dır. Bəli. İnsan heç fərqinə belə varmadan bir dəqiqə ərzində orta hesabla təbii ki, tam 16 dəfə dərindən nəfəs alır. Və ya bəlkə də ən heyrətamiz olanı. Ölüm anı hesabatı. Və siyahi heç yalnız bununla da məhdudlaşmır. Sən bayaq nəfəsdən danışdın, düzdür? Biz nəfəs alıb verəndə yalnız oksigeni deyil, bütöv bir havanı daxilə çəkirik. Aha, qarşığı uduruq. Orqanizm yalnız ona lazım olan o kiçik payı götürür. Amma qəbul etdiyi təmiz havanın tam 16%-ni heç sərf etmədən geri, xaricə buraxır. Yenə 16. Görmə prizmamız və eşitmə spektrimizdə bioloji olaraq məhz 16 tezliyi üzərində köklənib. Və yalnız daxilimizdə yox, xaricimizdə də eyni qanun işləyir. Xaricimizdə necə? Məsələn, sıx bir qatı tüstü təbiətdə yayılanda, onun çöküb ətrafa tam yayılma radiusu mütləq şəkildə 16 kilometr təşkil edir. İşıq elminin o 16 göstəricisi, yəni hər yerdədir. Valla sən bunları sadaladıqca mənim içimdəki o skeptik səs, o necə deyərlər, şeytanın vəkili yenə də baş qaldırır. Normaldır, insana inandırıcı gəlmir əvvəl. Gəl razılaşaq ki, biz insanlar nümunələr və təsadüflər tapmağa çox meyilliyik, xüsusən də fərqli detalları uydurub onlardan vahid bir hekayə çıxarmağı sevirik. Aha, düzdür. İndi bizi dinləyən çox rasional biri deyə bilər ki, aşı, mənə nə kainatın ovalı, mənə nə 144, mənim 16 dəfə nəfəs almağım sadəcə olaraq ağciyərlərimin həcminə və atmosferdəki oksigenin sıxlığına bağlı olan primitiv bioloji bir faktdır. Aha, yəni təsadüfdür deyəcək. Bəli, deyəcək ki, bu qədər yerdə 16 rəqəminin qarşımıza çıxması sadəcə qəşəng bir riyazi illüziyadır, təsadüfdür. Biz o skeptik səsə necə cavab verməliyik? Yəni, bu rəqəmlərin fərziyyə olmadığını hansı məntiqlə izah edə bilərik? Bu, çox haqlı və təbii bir şübhədir. Amma əslində bilirsən necədir? Elə sənin o səsləndirdiyin rasional izahın özü qeydlərdəki həqiqəti təsdiq edir. Necə yəni? Sən deyirsən ki, bu ağciyərlərin həcmi və atmosferin təzyiqi ilə bağlıdır. Bəli, tamamilə elədir. Lakin sual budur,
Niyə bizim ağciyərlərimizin həcmi məhz bu formadadır? Hmm. Niyə yerin atmosfer təzyiqi məhz bu parametrlərdə mövcuddur? Çünki biologiya fizikanın içində inkişaf edir. Fizika isə kainatın həndəsəsinə, onun fəza strukturuna tabidir. Deməli, biri digərindən asılıdır. Tamamilə. Vahid Rızayevin təqdim etdiyi material bizə göstərir ki, bu, fərziyə yaxud da bir-birinə bənzədilmiş ədədlər yığını deyil. Bu, sistemin fəaliyyət məcburiyyətidir. Yəni, istəsə belə fərqli bir rəqəm ola bilməzdi, deyirsən. Söhbət məhz ondan gedir. Əgər kainat oval formasındadırsa və işığın enerjisi fəzada o xüsusi bucaqlar altında paylanırsa, o mühitdə yaranan istənilən bioloji varlıq buna riyazi şəkildə uyğunlaşmağa məcburdur. Çox məntiqlidir. O, 16 kəsiyi və ya 36 dərəcə temperatur sadəcə maraqlı bir detal deyil. O, həmin sistemin içində sabit qala bilməyin, partlamamağın, donmamağın mexanizmidir. Necə deyərlər, dairənin içində kvadrat kimi fırlana bilməzsən axı. Yox, əlbəttə. Bədəninin o 36 dərəcə istiliyi və o 16 nəfəs sənə o oval kainatın içində mövcud olmaq üçün, tarazlıq yaratmaq üçün verilib. Buna biz istəsək kosmik qanun deyə bilərik, istəsək də bioloji məcburiyyət. Nəticə dəyişməzdir. Kainat bizi özünə uyğunlaşdırıb. Bu izahat o lap başlanğıcdakı yanlış düşüncəmizi sanki yenidən, amma bu dəfə daha şiddətli şəkildə darmadağın edir. Hansı məmada? Yəni biz qızıl orta axtaranda sərfi nədə edirdik, onu həmişə bizdən xaricdə, bədənimizdən kənarda, pul qabımızda, bank hesabımızda və ya hansısa göydən lütf kimi endiriləcək şəraitdə axtarırdıq. Bəli, o lotereya mentaliteti. Ay, sağ ol. Lakin sən demə, o qızıl orta heç də uzaqda deyilmiş. Biz elə həmin o dəyişməz riyaziyyatın işığın düz mərkəzində yaşayırıq. O bizim ciyərlərimizdədir, gözümüzün bucağındadır, dişlərimizin dibindədir. Eynilə, qızıl orta işıq şüalarının bütün müstəvilərdən keçərək o 9 nöqtədə kəsişməsindən yaranan nəhəng, müqəddəs hesablamalar cəmidir. Bu riyazi qanuna uyğunluq bizi təbiətə, bu aləmi isə o aləmə bağlayır. Yəni o başda dediyimiz sevda anlayışına gəlib çıxırıq. Bəli, biz bu həqiqəti dərk etdiyimiz an materialist dünya görüşünün ağırlığından xilas oluruq. Əvvəldə dediyimiz kimi, var dövlət əldə edərkən hərisliyə qapılmamaq niyə vacibdir bilirsən? Çünki maddiyyat müvəddəkidir, amma sənin içindəki o kosmik harmoniya daimidir. Ay sağ ol, biz o qızıl lövbəri düzgün saldıqda hərisliyin o fırtınasına təslim olmadıqda, əslində kainatın işıq elmi ilə, onun sarsılmaz oxu ilə tamam harmoniyada fəaliyyət göstəririk. Bu həqiqətən də insanın səhər oyananda aynaya baxarkən hiss etdiyi kimliyi belə kökündən dəyişdirəcək bir dərk etmədir. Tamamilə razıyam. İndi isə, dəyərli dinləyici, bütün bu kəşflərimizdən, rəqəmlərdən və fəlsəfədən sonra səni kiçik, amma çox daxili bir an yaşamağa dəvət edirəm. Hazırda harda olursanız ol, növbəti dəfə dərindən bir nəfəs al və yadda saxla ki, bu, bir dəqiqədə atdığın o kosmik 16 addımdan sadəcə biridir. Öz bədənini, o dəyişməz rəqəmləri hiss et. Bu nəhəng planetdə oradan oraya qaçan, həyatla mübarizə aparan, təcrid olunmuş, sıradan bir bioloji təsadüf deyilsən. Sən o böyük ellipsin tənəffüs edən bir parçasısan. Elədir. O ulduzları fırladan, riyazi tənliyin hiss edən və döyünən bir hissəsisən. Qızıl orta, sənin axtardığın uzaq bir qəsəbə ya da xəyali bir cənnət deyil, o elə sənin özünsən, sənin təməl fiziki varlığındır. Çox səmimi və yerində bir xülasədir bu. Təşəkkür. Əgər bizim fiziki varlığımız və bütövlükdə kainat eyni o qızıl orta nizamı ilə, eyni işıq bucaqları ilə idarə olunursa, biz fərqində belə olmadan təbiətin bu böyük simfoniyasında öz partiyamızı fasiləsiz olaraq ifa edirik. Məncə bu böyük məsuliyyət həm də insana çox böyük bir azadlıq verir. Bax, elə bu qəribə azadlıq və məsuliyyət hissi ilə bugünkü dərin təhlilimizi bitirmək, amma səni də tamamilə rahat buraxmamaq istəyirəm. Nə mənada rahat buraxmamaq? Bayaq göydən düşəcək rahatlıq lotereyası xüsulyası ilə başladıq. Sonra ulduzların həndəsəsini bədənimizin dərinliklərində tapdıq, düzdür? İndi isə mən dinləyicini çox sadə, eyni zamanda dəhşətli dərəcədə böyük bir sualla baş-başa buraxıram. Maraqlıdır.
Əgər tənəffüsümüz, görmə bucağımız, bədən hərarətimiz bütöv kainatla eyni riyaziyyatı paylaşırsa, eyni qızılorta qanununa tabedirsə, düşün görək, sənin gündəlik həyatında, ən adi vərdişlərində, bəlkə də fərqində belə olmadığın daha hansı sıradan hərəkətlərin əslində ulduzların trayektoriyası ilə eyni bucaqları cızır? Çox dərin sualdır. Bəlkə də bizim ən məsum, ən daxili düşüncələrimiz belə o fundamental kosmik işıq qanunlarının səssiz bir əks-sədasıdır. Bir anlıq ayaq saxla və sadəcə bunu düşün. Sizinlə olduq, növbəti təhlillərdə görüşənədək.